Məncə, özünə hörmət edən hər bir kəsin evində bu əşyalar mütləq olmalıdır. Çünki fikrimcə insanın rahatçılığı onun üçün hər bir şeydən önəmlidir. Məsələn, Buro tozsoranın ən üstün cəhəti naqilsiz işləməyində və dolabların altını təmizləmək üçün borusunun qatlanmağında. Gördüyünüz kimi dolabın, divanın, ən əsas da mətbəx meblinin altını rahatlıqla təmizləməyə imkan verir. Evin çətin hissələrini təmizlədikdən sonra da borunu asanlıqla əvvəlki vəziyyətinə qaytarırsınız və salam. Evdə olan digər köməkçim isə şüşə silmək işinə baxır. Xüsusən də hündür mərtəbəli binalarda əvəzsiz bir məhsuldur. Təkcə şüşələri yox, evdə olan bütün güzgüləri də bu xanım təmizləyir. Güclü vakuum sayəsində şüşəyə yapışaraq öz trayektoriyası üzrə hərəkət edərək bütün güzgüləri tərtəmiz təmizləyir. Növbəti çox praktik, evdə heç bir yer tutmayan, yığılıb açılma üstünlüyü olan qaçış aparatımdır. Əgər könlünüzə yürüyüş və yaxud da qaçış düşübsə, yayın istisində, qışın soyuğunda bunu elə öz evinizdə icra edə bilərsiniz. İstər az sürətli yürüyüş, istərsənizsə qaçışınızı edib yüksək kaloriya ata bilərsiniz. Gəzdiyiniz vaxtı, kilometrajı, kalorini, hər bir şeyi ölçür. Və qaçışınız bitdi, artıq aparat sizə lazım deyil. Yığıb evin bir kənarına qoya bilərsiniz. Elə biraz çamadana da oxşuyur, təkərləri də var. Bir sözlə əla bir məhsuldur, qiymətində ən sonda biləcəksiniz. Və gəlirik ən sonda mənim ən sevimli, ən çox əlimdən tutan robot qızıma. Məncə özünü sevən xanımlar ilk olaraq bunu almalıdırlar. Gördüyünüz bütün bu məhsulları mən Texnahomdan əldə etmişəm. Siz də edə bilərsiniz. Bu həftə Texnahomda görülməyən çox sərfəli cümə endirimləri olacaq. Robot və vertikal toz soranlara 60%-ədək, kiçik məişət texnikasına və qaçış aparatlarına 50%-ədək, Yandex məhsullarına isə 75%-ədək endirim olunacaq. Bu fürsəti qaçırmayaraq mütləq yararlanmağı tövsiyə edirəm. Bu endirimlər Texnahomun hər 4 filialına aiddir.